Hər vaxtınız xeyirli olsun, dəyərli yeni izləyicilərimiz, yeni başlayan tələbələr. Bir neçə gün bundan öncə YouTube hissəmizdə bir neçə suallar var idi. Hansı ki, saçın uç hissələrinin nə üçün folqaya yığılmadığını soruşmuşdunuz. Biz də istədik ki, Jale xanımla birlikdə sizin bu suallarınıza cavab verək. Balaca da bir konsultasiya keçirdi. Jale xanım, zəhmət olmasa məlumat verin. Nə üçün saçın uç hissələrini folqaya yığmırıq? Uç hissələrini ona görə yığmırıq ki, yaxınlaş, Nərmin xanım göstərir. Bir neçə ay öncə etdiyimiz var. balyajdır. Əsas bu hissəni açırıq. Biz bura eyni anda məhsulu vursaq, bu açılan asfigeniya olan hissə daha tez qızışacaq, daha tez açılacaq, yanma ehtimalı daha çoxdur. Birinci bu hissəni açırıq. Bu hissə açılandan sonra buranı çöldə saxlayırıq. Açılandan sonra ləkələri öldürən prosesdə onda bunları da salırıq içəri. Bəli, artıq masaj adlı olan prosesdə uç hissələrini də içəri salıb saçın daha yaxşı açılmasına şərait yaradıq. Bu arada qeyd etmək istəyirəm ki, xanım bizim daimi müştərimizdir. Aylar öncə etdiyimiz balyajdır. Artıq yeniləyirik. Xanım sağ olsun, nə tonlamaya, nə arada baxımlara gəlmədiyi üçün avtomatik belə gördüyünüz kimi yeniləyirik. Daha bir neçə suallarınız olsa, direkt bölməsinə və yaxud da nömrəmizlə əlaqə saxlayıb suallarınızı rahatlıqla verə bilərsiniz. Amma siz xanım kimi eləməyin də, siz ambre balyaj elədinizsə, hər ay tonlamasına gəlməlisiniz, baxımlarına gəlməlisiniz. Bizim müştərimiz kimi eləməyin.